Herkese salam, değerli şagirdlər, değerli abituriyentlər. Bu videomda mən sizə Güvən nəşrlərinin 5-ci, 8-ci siniflər üçün olan kitabından sınaq 9 və sınaq 10-u izah edəcəm. Sınaq 9-un izahına keçək. Sualları yaxınlaşdıraq. Deməli, daxili bucaqları birinci sualdan başlasaq. Birinci sualdan daxili bucaqları 3, 5, 7 nisbətində olan üçbucaq ən kiçik daxili bucağını tapın. Biz bilirik ki, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. 3x üstəgəl 5x üstəgəl 7x bərabərdir 180. 10, 5x bərabərdir 180. X də bərabərdir 12-yə. Bizə deyir ən kiçik daxili bucaq, ən kiçik 3x-dir. Ona görə 3-ü vururam 12-yə bərabərdir 36. Cavab Y bəndi. İkinci sualımızda düzbucaqlı üçbucaq verib bizə və x-i istəyir, yəni hipotenuzu istəyir. X burada hipotenuzdur. 30 dərəcə. Bura 2 kök altında 6-dır. Biz hipotenuz x-dir və bura 30 dərəcədirsə, düzbucaqlı üçbucaqda iti bucaqların cəmi 90 dərəcədir. Onda bura 60 dərəcə olacaq. İndi baxın, 60 dərəcə bucaq qarşısına katet, digər katetin kök altında 3 mislidir. Mən digər katetə bir y qoyuram. Bunda yaza bilərəm. Y kök altında 3 bərabərdir 2 kök altında 6. 2 kök altında 6-da belə yazıram. 2 kök altında 2 vur kök altında 3. Kök altında 3'lər ixtisar gedir. Y bərabərdir 2 kök altında 2 qalır. İndi baxın, y-imiz 2 kök altında 2-dir. Və 30 dərəcə bucaq qarşısındakı katet də hipotenuzun yarısıdır. Yəni onda yaza bilərəm ki, x bərabərdir 2y olacaq. Y-imizin qiyməti 2 kök altında 2-dir. 2 vurulsun 2 kök altında 2 bərabərdir 4 kök altında 2. Cavab D variantı. Üçüncü sualda deyir, rəqəmləri fərqli olan ən kiçik 3 rəqəmli natural ədədin neçə sadə vurğu var? Rəqəmləri fərqli olan ən kiçik natural ədəd 102-dir. Baxın, fərqlidir. 1, 0, 2. İndi bunun sadə vurğularına ayıraq. Bunu yaza bilərik ki, yəni belə yaza bilərik, yazaq. 2-yə bölsək 51. 51 2-yə bölünmür. 3-ə bölsək eləyəcək 17. 17, 17 vur 1. Deməli, 102 bərabərdir. 2 vur 3 vurulsun 17 kimi yaza bilərik. Bizə sadə vuruq sayı istəyir. Onda 3 dənə. 3 dənə. Cavab C variantı. Dördüncü sualda bizə deyir A minus B fərqini tap. Gəlin bunu yazaq. A çoxluğun elementləri 1, 2, 3, 5, 6, 7-dir. B çoxluğun elementləri isə 0, 2, 4, 6, 8-dir. İndi bizdə N, A minus B çoxluğu element sayını istəyir. Yəni burada eyni olanları çıxmalıyıq. Eyni olanlar nələrdir? 2-lər. Sonra nə var? Başqa 6 var. Başqa yoxdur. İndi A çoxluğuna eyni olanlar çıxdıq. Nə qaldı yerdə? 1, 3, 5, 7. Deməli 4 dənə elementi var. Cavab B variantı. 5-ci sualda deyir 0,495 kəsirinin %1'lərə qədər yuvarlaqlaşdırılmasını tapın. %1'lərə. Əgər onluq kəsirdirsə, bu soldan sağa hesablanacaq. Təklik, onluq, yüzlük. Hara düşür? 5-ə. 5-ə düşürsə, deməli bu 9 bir vahid artacaq. 9 bir vahid artanda 10 olur. Bu 10'dan da bir vahid 5'ə veriləcək. Olacaq 0,10'da 5. Cavab D variantı. 6-cı sualda kök altında 3 üstəgəl kök altında 27. Kök altında 3 üstəgəl 27-ni 3 kök altında 3 kimi yazıram. Toplayanda 4 kök altında 3. Bizə nə deyir? Hesablayın deyir. Cavab A variantı. 7-ci sualda x böl y bərabərdir 3-ün 5-ə nisbətidir. Yəni x bərabərdir 3k'dır, y bərabərdir 5k'dır. Bunu demək istəyir bizə. Gətirib x plus 2y bərabərdir 65. X-in yerinə 3k qoyaq. 3k üstəgəl 2 vurulsun y-in yerinə 5k. Bərabərdir 65. Eləyəcək 3k, 10k, 13k bərabərdir 65. K da bərabərdir 5 olacaq. Bizdən nə istəyir? Y. Y 5k'dır da, k-mız da 5. 5 vurulsun 5 bərabərdir 25. Cavab C variantı. Sonra 8-ci sualda belə iki paralel düz xətt və arasından keçən ziqzaq üsulu var. Ziqzaq üsul deyirlər. Sağ tərəfdəki iti bucaqların cəmi sol tərəfdəki bucaqların cəminə bərabər olacaq. 30 dərəcə. Deməli x bərabər nəyə? 35 üstəgəl 30 dərəcə. Çünki bunlar solda durublar, bu da sağdadır. O da bərabərdir 65 dərəcə. 65 dərəcə. Cavab C variantı. Sonra 9-cu sualda üçbucağın perimetrinin ən böyük tərəfinə nisbəti k-ya bərabərdir. P bölünsün ən böyük tərəf. Tutaq ki, bir üçbucaq çəkək buradan bir dənə. A, B, C. Tutaq ki, ən böyük tərəf C-dir. C hamısından böyükdür. Yəni C böyükdür A-dan, həm də C böyükdür B-dən. İndi P-nin C-yə, P bölünsün C-yə nisbəti deyir k-ya bərabərdir. Yəni P-miz nədir? Perimetrimiz. A plus B plus C bölünsün C bərabərdir k-ya.
A plus B plus C bərabərdir. Çarpaz vursaq K, C olacaq. A plus B'miz nə olacaq? K, C minus C. Və A plus B də bərabərdir. Buradan C'nin mötərizə xaricinə çıxarsaq K minus 1 qalacaq. İndi biz burada üçbucaq bərabərsizliyinə əsasən də yaza bilərik biz bunu. Baxın, üçbucaq bərabərsizliyinə əsasən üçbucağın C tərəfi digər iki tərəfin cəmindən kiçikdir, fərqinin modulundan böyükdür. Yəni A plus B böyükdür C-dən. Baxın, bu şərtə əsasən. İndi gətirib bu deməkdir ki, yəni A plus B böyükdür C vurulsun K minus 1-dən. Burada K ancaq K 1 ala bilməz. K 1-dən fərqlidir. Çünki K 1 alsa C də 0-a gedəcək. Olmayacaq da. Tərəf 0 olmaz axı. Ona görə K burada ancaq ən kiçik qiymət 2 və 2-dən. Yəni K böyük bərabərdir 2 alacaq. Ən kiçik qiymətini dediyinə görə bizdə B variantı olacaq. Yəni cavab 2 olacaq. B variantı. Sonra 10-cu sualda hipotenuzu 25 olan düzbucaqlı üçbucağın katetlərindən biri 24-dür. Bizdən nə istəyir? Digər katetin tap. Digərini tap. Bəli, hipotenuz 25-dir. Katetin biri 24-dür. Pifaqor teoreminə əsasən A yazaram digər katete. A bərabərdir kök altında 25-in kvadratı çıxılsın 24-ün kvadratı. Bərabərdir. Bunu da yaza bilərik ki, müxtəsər vurma düsturuna əsasən 25 minus 24 və 25 plus 24 və bərabərdir. Bunların fərqi eləyəcək 1, cəmi eləyəcək 49. Çıxanda olacaq, kökdə çıxacaq 7. Deməli, digər katetimiz 7 olacaq. Cavab D variantı. 11-ci sualda 60 və 72 ədədinə ən kiçik ortaq bölen, yəni əkob 60 və 72. Belə bir ədəd deyək də, ən böyük, bunlara ən böyük ortaq böləni nədir? 12. 12-ni çıxardıran mötərizə xaricində qalır əkob. 60-ı 12-yə bölsək 5, 72-ni 12-yə bölsək 6. Bərabərdir. 12 vurulsun. Baxın, bunlar ardıcıl ədədlər olduğuna görə bunların əkobu onların hasilidir. Yəni 5 vurulsun 6. Yəni 12 vur 5 vurulsun 6. 12-ni 30-a vursaq 360 eləyəcək. Cavab Y variantı. 12-ci sualda. A-nın hansı qiymətində surəti A olan düzgün olmayan kəsirlərin sayı 2 olar? Tutaq ki, kəsirdir. Surəti A-dır, məxrəcədə bir K deyək. Deyir ki, düzgün olmayan kəsirlərin sayı 2-yə bərabərdir. Düzgün olmayan kəsir odur ki, burada A böyük bərabərdir K olmalıdır. Yəni surət məxrəcdən böyük və ya məxrəcə bərabər olsun. İndi deyir bunun sayı 2 olmalı. Yəni bu kəsir böyük bərabərdir 2 yazacağım. Buradan da alıram ki, A böyük bərabərdir 2K-ya. Burada da K nə ala bilər? Ancaq 1 və 2 alar da 2 qiymət alar. Başqa qiymət ala bilməz. Sayını istəyir bizdən D variantı. Sonra 13-cü sualda. A bərabərdir 5 kök altında 2, B bərabərdir 4 kök altında 3, C bərabərdir 3 kök altında 6. Gəlin bunlar kök altına salaq. 5-in kvadratı 25, 2-yə vursaq 50. A bərabərdir kök altda 50, B bərabərdir kök altda 14-ü, daha doğrusu 4-ün kvadratı 16, 3-ə vursaq 48. C də bərabərdir 3-ün kvadratı 9, 6-ya vursaq 54, kök altda 54. İndi bizdən deyir ki, müqayisə edin. Ən böyük C'dir, sonra A'dır, sonra da B'dir. Ya da B kiçikdir, A'dan kiçikdir C'dən. Onda olacaq Y variantı. Y. 14-cü sualda deyir 76 ədədi sonraki əvvəlkindən 50% böyük olan 3 ədədin cəmi şəklində göstərilmişdir. Bu ədədlərin böyüyünü tapın. Bizə demək istəyir ki, 3 dənə ədəd var. Birinci ədəd, ikinci ədəd və üçüncü ədəd. Tutaq ki, birinci ədəd x-dir. İkinci ədəd bundan 150% çoxdur. Yəni x vurulsun 150, bölünsün 100. Bu da eləyir 1,5x. İndi üçüncü ədəd də bundan, yəni ikincidən 150% böyükdür. Yəni 1,5x vurulsun yenə 150, 50% böyükdür daha doğrusu. Bölünsün 100. Bu da eləyəcək, ixtisar getsə. Burada 3, burada 2 qalacaq. Bu da eləyəcək 2 tam %25x. İndi bax, birinci ədədimiz x-dir, ikinci ədədimiz 1,5x, üçüncü ədədimiz 2 tam %25x. Bunların cəmi 76-ını verir bizə. X plus 1,5x üstə gəl 2 tam %25x bərabərdir 76. Bunları toplasaq eləyəcək 4 tam %75x bərabərdir 76. Hər tərəfi 100-ə vuraq. 475x bərabərdir 760 vurulsun 100, daha doğrusu 76 vurulsun 120 yazıram. 100 ilə 475 ixtisar gedər 25-ə. Burada 19 qalır, burada 4. 19x bərabərdir 76 vurulsun 4. 76 ilə də 19 ixtisar gedər 4 qalır. X bərabərdir 4 vurulsun 4 bərabərdir 16. Cavab bizdən nə istəyir? Bir dəqiqə. Ən böyüyünü tapın. Ən böyüyü 2 tam %25-də, yəni 2 tam %25 vurulsun x-imiz də 16-dır. X-ə vursaq eləyəcək 36. Cavab A variantı. 14-cü sual. İndi keçək 15-ci sualda.
Deyir ki, 15-ci sualda fərqi 54 olan qonşu bucaqların böyüyünü tap. Qonşu bucaqların cəmi 180 dərəcədir. X plus Y bərabərdir 180. Fərqi də 54. X minus Y də bərabərdir 54. Deməli, tərəf-tərəfə toplasaq 2x bərabərdir 234. X də bərabərdir 117. Bizdən nəyi soruşur? Böyüyünü tap. Elə böyüyü olacaq 117 dərəcə. Cavab B variantı. 16-cı sualda 3 bucağın 2 bucağı 80 və 50 dərəcədir. İxtiyari 3 bucaq çəkək. 80 dərəcə və 50 dərəcə. Bu bucağa qonşu olmayan xarici bucaq neçədir? Bu bucaqlara qonşu olmayan xarici bucaq buradır. 1 Y deyirəm. 3 bucağın 2 bucağı cəmi onlara qonşu olmayan xarici bucağın xarici bucağa bərabərdir. Yəni Y bərabərdir 50 plus 80, o da bərabərdir 130 dərəcə. Cavab 130 dərəcə. 17-ci sualda bizdə nə verib? AB xətti verib və bizə deyir ki, AB arasındakı ən qısa məsafəni tapın deyir. Bura 4-dür, bura 12-dir, bu ümumi 13-dür. Bura A nöqtəsidir, bu B nöqtəsi. Ən qısa məsafə bu deməkdir ki, A ilə B-ni birləşdirməliyəm mən. İndi mən buranı da birləşdirsəm, bax, B-dən bir A nöqtəsinə perpendikulyar düz xətt çəkirəm, A düz xəttinə daha doğrusu. Bura bir K qoyuram. Ümumi 13-dür də, bura 4-dürsə, 13-dən 4 çıxsaq, yenə qalır AK bərabərdir 13 minus 4. Bərabərdir 9 qalacaq. Deməli, bura 9-dur və bu 12-dirsə, bu hissə də 12-dir. Baxın, burada düz bucaqlı 3 bucaq mənə gəldi. A, K, B. Bizə AB-ni soruşur. AB-ni tapmaq üçün Pifaqor teoremini tətbiq eləyə bilərik. Kök altında 9-un kvadratı 81, üstə gəl 12-nin kvadratı 144. O da bərabərdir 225. Bundan da kök 15 çıxacaq. Deməli, AB məsafəmiz olacaq 15 sm. 18-ci sualda 120 ədədinin sadə vurğularının sayını tapın. 120-ni vurğularına ayırsaq 2, 60 eləyir. Sonra bölünür 2, 30. 2-yə bölünsə 15, 3, 5, 5, 1. Deməli 120 bərabərdir 2 üstü 3, vurulsun 5, vurulsun 3 deməkdir. Sadə vuruq sayı deyirsə bu qüvvətlər toplanır. 3 üstə gəl 1, üstə gəl 1 bərabərdir 5. Ya da elə bu ədədləri də saya bilərik. Deməli sadə vuruq sayı 5 dənədir. 18, 19-da. NA o deməkdir ki, A çoxluğun element sayını tapaq. 1, 2, 3, 4, 5, 6, 7 dənə. Cavab 7 olacaq. 20-ci sualda deyir 8 bölünsün 45. Kəsirini onluq kəsir şəklində yazılışında dövr edən rəqəm hansıdır? Bunu belə yazaq. 8 bölünsün 45. 8-də 45 yoxdur. 0 tam. Sonra 8-də 45 yoxdur. 0 tam. 8-in yanına bir 0 gəlirik. 80. Burada eləyəcək 45 bir dəfə. 45 çıxsaq, 80-dən 45 çıxsaq qalacaq 35. 35-də 45 yoxdur. Bir 0 gəlirim. 350-də 45 7 dəfədir. 7 dəfə 45, 7 dəfə 5 eləyəcək 315. Çıxsaq, burada yenə bax 350-dən 15 çıxsaq, eləyəcək 35. Yenə 35-də yoxdur, bir 0 gəldirik 7. Yəni, bu belə bu şəkildə dövr eləyəcək. Deməli, alındı ki, burada 8 bölünsün 45 bərabərdir 1 tam, daha doğrusu 0 tam 1 və dövrdə 7. Dövr edən ədədi soruşur, bizdən də dövrdə 7 olacaq. 7 rəqəmi dövr edir burada. 21-ci sualda 16 tam onda 2 və 20 tam %32 ədədlər arasında neçə natural ədəd var? Baxın, bu 16 tam onda 2 o deməkdir ki, bu 16 tamdan keçib. Yəni, bura 17 olacaq. Və 22 tam %32 də o deməkdir ki, bura 22-dir, tutaq ki. Bu da 22-dən keçib də. İndi natural ədədlər bu aralıqda nə var? 17, 18, 19, 20, 21 və 22. Bizə sayını istəyir. O da olacaq 6 dənə. Cavab 6 dənə. 22-ci sualda bizə deyir ki, A ədədi 2, 6, 7 ədədləri düz mütənasib hissələrə bölmüşdür. Tutaq, o deməkdir ki, A bərabərdir 2K, üstə gəl 6K, üstə gəl 7K. Bu deməkdir. İndi bizə deyir ki, bu ədədlərin ən böyüyü ilə ən kiçiyinin fərqi, yəni 7K minus 2K bərabərdir 35-ə. 5K bərabərdir 35-ə, K da bərabərdir 7-yə. Bizdən nə istəyir? A ədədini tapın. Bu K'ları toplasaq, eləyəcək 15K. 15K. Bərabərdə 15-i də vuruq, K'mız 7-də. O da bərabərdir 105. Cavab 105 olacaq. 23-cü sualda. Açıq bucaqdan 20% kiçik olan
bucaq düz bucaqdan neçə faiz böyükdür? Deməli, açıq bucağımız 180 dərəcədə. 180-ə 20% kiçikdir. Deməli, 100 minus 20 bərabərdir 80. Deməli, 180-ə 80%-ni tapmalıyıq. 180-i 80-ə vurub 100-ə bölürük. Burada sıfırlar ixtisar gedir, qalır 18 vurulsun 8 bərabərdir 144. İndi deyir ki, yəni bu 144, 90 düz bucaqlıyıq da, 90-dan, 90 dərəcədən neçə faiz kiçikdir? Bundan ötürü dandan düsturu. Yəni 144-dən çıxıram 90-a, bölürəm 90-a, vururam 100-ə. Bərabərdir. Çıxsaq 54 bölünsün 90 vurulsun 100. 90 ilə 100 ixtisar gedər 10-a. Məxrəcdə 9 surətdə 10 qalır. 9 ilə da 54 ixtisar gedir, qalır 6. Yəni 6 vurulsun 10 bərabərdir 60. Cavab 60 olacaq. 24-cü sualda üçbucağın daxili bucaqları 1, 2, 3 nisbətində olarsa, xarici bucaqlarının ən böyüyü ən kiçiyindən neçə faiz çoxdur? Tutaq ki, bir üçbucağımız çəkək. Daxili bucaqların cəmləri ki, 180 dərəcədir. X üstə gəl 2x üstə gəl 3x bərabərdir 180 dərəcə. Eləyir burada 6x bərabərdir 180, x də bərabərdir 30. Bu düzbucaqlı üçbucaq imiş. Deməli, bucağın biri 30-dur, biri 60-dır, biri də 90-dır. Tutaq ki, bura 90 olsun. Və bura 30 olsun və bura 60 olsun. İndi bizə deyir ki, xarici bucaqlarının ən böyüyü. Xarici bucağın ən böyüyü o deməkdir ki, daxili bucağın ən kiçik qonşu bucağı olacaq. Tutaq ki, bura x yazıram. Onda x yox, y yazaq. Çünki bunları x-dən adlandırdıq. Y bərabərdə olacaq 150. Ən böyük xarici bucaq budur. Ən kiçik, yox bir dəqiqə. Xarici bucaqlarının ən böyüyü ən kiçiyindən neçə faiz çox olar? Ən kiçiyi də, baxın, bu 90-ın olacaq. Çünki ən böyük daxili bucağın, xarici bucağın ən kiçiyi olacaq. Burada bir z qoyuram. Z də bərabərdir 90 dərəcə. İndi bizə deyir ki, 150 90-dan neçə faiz kiçikdir? Yəni 150-dən çıxıram 90-a, bölürəm 90-a, vururam 100-ə. Bərabərdir 60 bölünsün 90, vurulsun 100. Burada burada alınacaq ki, bir dəqiqə, 9-a ixtisar getsə, burada qalacaq, daha doğrusu 10-a ixtisar getsə 9, burada qalacaq 10. Və bu 600 bölünsün 9 eləyəcək. Bu da 3-ə ixtisar etsək, biz bunu 3-ə ixtisar etsək, məxrəcdə 3, yuxarıda 200 qalacaq. 200 bölünsün 3 eləyəcək. Bunu da bölsək 66 tam 3-də 2 faiz olacaq. Belə. 24-də cavab 66-dan 3-də 2 olacaq. Və 25-ci suala baxaq. Bərabər tərəfli üçbucaqdır bu. Bərabər tərəfli üçbucaqdır. Və buradan bir hündürlük çəkilib. Hündürlük. İndi bizə deyir ki, Y nöqtəsidir bu və B nöqtəsi, A nöqtəsi, D nöqtəsi, C nöqtəsi. Düz bucaqdır. AD 2K-dır. Bura 2K və burada 5K-dır. Tərəf 84-dür. Bərabər tərəflidirsə, deməli AC bərabərdir AB-yə, o da bərabərdir BC-yə. O da bərabərdir 84. İndi, yəni 7K bərabərdir 84-ə, K da bərabərdir 12-yə. Baxın, bura 12 oldu. Daha doğrusu K 12-dir. DC'miz 5 vur 12 bərabərdir 60 olacaq. Yəni DC bərabərdir 60-a. Bizdən nə istəyir? BY-ni istəyir. BY-ni. Bərabər tərəfidirsə, baxın, bu bucaqlar da 60 dərəcədə. Bura 60-dırsa, onda bura 30 dərəcə. İndi baxın, 30 dərəcə bucaq qarşısında katet betonuzun yarısıdır. Yəni, YC bərabərdir, DC bölünsün 2. O da bərabərdir 60 bölünsün 2 bərabərdir 30. Bura oldu 30. İndi BY-ni istəyir bizdən. BY də bərabərdir. Axı, bu tərəf də 84-dür. Çünki bərabər tərəfli üçbucaqdır. 84-dən çıxıram 30-u bərabərdir 54. Gəlin sınaq onun izahına baxaq. Birinci sualımız bizə deyir kökləri -4 və 3 olan kvadrat tənliyi qurun. Deməli, x1 bərabərdir -4 yazıram, x2 bərabərdir -3. İndi köklərin cəmini tapsaq, x1 üstəgəl x2, yəni -4-lə 3-ü toplasaq -1 və köklərin hasili isə bunları -4-ü -3-ə vursaq -12 eləyəcək. İndi kökləri verilən tənliyi kvadrat tənliyi qurmaq üçün x kvadratı köklərinin əks işarəsi ilə x hasil olacaq. Yəni -1-dir, əksi -1. Üstə gəl x. Minus olduğu kimi, yəni hasili kökləri hasilində olduğu kimi götürürük. Çıxaq 12 bərabərdir 0. İndi baxın, bu tənliyin x kvadrat üstə gəl x minus 12 tənliyin kökləri -4 və -3-dür.
O da olacaq cavab B variantı. İndi isə ikinci suala keçək. Deməli AB 8 çıxılsın AB bərabərdir 323. Bizdən A üstəgəl B-ni istəyir. Bunu açaq təhlik onluq yüzlük. 100A üstəgəl 10B üstəgəl 8 çıxılsın 10A çıxılsın B bərabərdir 323. 100A çıxılsın 10A eləyir 90A. Üstəgəl 10B-dən də B-ni çıxıram. 9B bərabərdir 8 sağa keçir, çıxılır, eləyəcək 315. Hər tərəfini 9-a bölək. 10A üstəgəl B bərabərdir 315-i 9-a bölsə eləyəcək 3 dəfə 35. İndi biz A-nın yerinə bax, neçə 35-i də mən belə yaza bilərəm də. 30 üstəgəlinsin 5. Çünki onluq və təklik formasında ayırdım. Baxın, onluq və təklik formasında ayırdım. Deməli, bu deməkdir ki, 10A bərabərdir 30-a, A da bərabərdir 3-ə. B də bərabərdir 5-ə. İndi bizdən A üstəgəl B-ni istəyir. Bunları da toplasaq eləyəcək 8. Cavab 8, D variantı. Üçüncü sualda AB parçası üzərində C, D, Y nöqtələri verilmişdir. Tutaq ki, A, B parçasıdır. C, D, Y nöqtələri verilmişdir və alınan parçalardan neçəsinin uzunluğu AB-dən kiçikdir. Ümumi parça sayını tapaq. Neçə nöqtə var? 5 dənə. Ümumi parça sayını tapmaq üçün n vurulsun, n-1 bölünsün 2 düsturundan istifadə edirdik də. İndi n-imiz 5'dir. 5 vurulsun, 5'dən 1 çıxsaq 4 bölünsün 2 bərabərdir 10. Ümumi 10 dənə parça var. Amma bu 10 dənə parçanın da ən böyüyü AB-də axı. Bizdən deyir ki, AB-dən kiçik olsun. Deməli, ondan çıxacaq bir parçanı. Yəni, AB parçasının olacaq 9. Deməli, 9 dənə parça ümumi parçanın uzunluğundan kiçikdir. Cavab A variantı. Dördüncü sualda bərabər tərəfli üçbucağın orta xəttinin uzunluğu 3 cm. Bərabər tərəfli üçbucaq bilirik ki, bütün bucaqları 60 dərəcədir və bütün tərəfləri bərabərdir. Orta xətt nədir? Tərəfləri yarı bölür və oturacağın yarısına bərabərdir. Deməli, orta xətt 3-dürsə, oturacaq olur 6. Yəni, bütün tərəflər olur 6, 6. P də bərabərdir, 3 vurulsun 6 bərabərdir 18. Cavab 18. 18 C variantıdır. 5-ci hipotenuzu 41 olan düzbucaqlı üçbucağın katetlərindən biri 9-dur. Hipotenuz 41-dirsə Pifagor teoremini tətbiq edib katetlərini tapmaq olar. Digər kateti yəni. Y qoyuram. Y bərabərdir. Kök altında 41-in kvadratı minus 9-un kvadratı. Bərabərdir. Bunu ən rahat yolu müxtəsər vurma düsturudur. 41-dən çıxıram 9-u. 41-in üstlərinə gəlirəm 9. Bərabərdir. Kök altında 41-dən 9 çıxsaq 32. 32 vurulsun toplasaq 50. İndi mən 32-ni yazıram ki, 2 vurulsun 16 kimi. 50-ni yazıram 2 vurulsun 25 kimi. Yəni, elə yazıram ki, kök altına çıxanda. Bu 2 ilə 2-nin hasilindən nə çıxacaq kök? 2. 16-dan kök nə çıxar? 4. 5-dən kök nə çıxar? 5. Vurulsun 5. Bərabərdir. Bu da eləyəcək 40. Cavab 40 D variantı. İndi 6-cı sualda deyir ki, köklərindən biri 5-dirsə P-ni tap. Yəni x1 5 qəbul edək. Tutaq köklərindən biri 5-dir. Gətirib tənlikdə x-in yerinə 5-i qoyaq. 5-in kvadratı minus 5P minus 10 bərabərdir 0. İndi burada 25 eləyir. 25-dən də 10 çıxsaq 15. Mənfi 5P bərabərdir. Müsbət mənfi 15. P bərabərdir 3-ə. P-ni tapdıq 3. İndi digər, bizə P-ni tap deyir də elə. Bizə də P-ni tap deyir. O da olacaq 3B vardır. Sonra 7-ci sualda eləyəcək ki, baxın, diqqət etsəz, orada nədir? Bax, C-dən, rənglənmiş hissə C-dir də. C-dən çıxıb A-na B-nin kəsişməsini, bu hissəni, A-na B-nin kəsişməsini çıxıb. Onda 7-ci sualda eləyəcək cavab B variantı. C-də rəngli hissə. Elə bir ki, rəngli hissə o birləri itələyib çıxardıb da, belə deyək. Yəni, itələyib çıxartdığı yer nədir? A-na B-nin kəsişməsi. Cavab B variantı. 8-ci sualda deyir ki, sxemə əsasən A bölü 4 düzgün kəsir olsun. Deməli, daha doğrusu 4 bölü A. Düzgün kəsir olması üçün burada A 4-dən böyük olmalıdır. Və 8 bölü A-da da düzgün olmayan kəsir olmalıdır. Yəni, A kiçik bərabərdir 8 olmalıdır. İndi A kiçik bərabərdir 8, böyükdür 4. Yəni 4 ilə 8 aralığında qiymətlər almalıdır. Bizim nə soruşur? Qiymətlərin cəmini tap. Deməli, A burada alacaq 5, üstəgəl 6, üstəgəl 7, üstəgəl 8-in özünü də alır axı. Daxildir 8. Bunları da cəmləsə eləyəcək 26. 26 olacaq cavab C variantı. 9-cu sualda A bölünsün
A bərabərdir, yox. A bölünsün B bərabərdir 2 bölünsün 3 deməkdir. Burada yəni A bərabərdir 2K-dır, B də bərabərdir 3K-dır. İndi bizə deyir A üstəgəl B-ni tap. Yox, A üstəgəl B 7-dir. B minus A fərqini tap. Hə. Deməli, A üstəgəl B, yəni 5K bərabərdir 7-yə. K da bərabərdir 7 bölünsün 5-ə. Yəni 1/4-ə. B minus A, yəni B minus A o deməkdir ki, 3K minus 2K bərabərdir K-ya. K-mız da 1/4-dür. Cavab A variantı olacaq burada. Cavab A variantı. Sonra 10-cu sualda bunların hamısını bir kök altına salıram. Çünki eyni, köklərin hamısının dərəcəsi eynidir. Kök altında 10, üstə gəl kök altında 10. Vur 10, çıxılsın kök altında 10. Və vurulsun ən sonuncu. İndi baxın bu hissə müxtəsər vurma düsturuna əsasən kök altında 10'un kvadratı 100-dən çıxıram. Kök altında 10'u kök altında 10'a vursam 10. Və vururam bu 10'a. Buradakı 10'u olduğu kimi saxlayıram. O da bərabərdir. Bu mötərizənin içi deyir 90. 90'ı da 10'a vursaq kök altında 900 eləyəcək. Bu da bərabərdir. 900'dən kök çıxacaq B variantı. Yəni 30. 30 yazıq bura. 30. Sonra 11-ci sualda. Dənliyinin köklərin hasilini tap. Viet teoreminə əsasən köklərin hasili B bölünsün 2 olacaq. Daha doğrusu B bölünsün A olacaq. Bərabərdir 2'dir. 2'ni mən sola keçirib hesablamalıyam. X kvadratı minus 7x üstə gəlinsin 12 bərabərdir 0'a. Burada köklərin cəmi baxın x1 vurulsun x2 bərabərdir 12 eləyəcək. Cavab 12 D bəndi. D variantı. 12-ci sualda aşağıdakilərin hansında n'in bütün natural qiymətlərini təkdir. A variantında n'in yerinə tutaq ki 1 qoyuram. N'in yerinə 1 qoysam 2 vur 1'in kvadratı üstə gəl 2. Bu cüt oldu. Cavab 4. Yəni bu hesablamırıq bunu. Sayılmır yəni. Bizdən tək olmasını istəyir. B variantında n'in yerinə yenə 1 qoyaq. 1 üstə gəl 1 bərabərdir 2. Bu da cüt oldu. Bunu da hesablamırıq. C variantında isə 2 vurulsun 1 üstə gəlsin 1. Bu eləyəcək 3. Təkdir. Bu hələ ki ödədir. N bərabərdir 1 qiymətində təkdir yəni. İndi n bərabərdir 2 qiymətini yoxlayaq. Burada olacaq 2 vur 2'nin kvadratı üstə gəl 1. 2'nin kvadratı 4. 2'yə vursaq 8. Üstünə də 1 gəlsək 9. Gördünüz? Həm tək qiymətində tək alındı. Həm cüt qiymətində tək alındı. Deməli bizdə olacaq cavab C variantı. Sonra 13-cü sualda qonşu bucaqlardan biri digərindən 4 dəfə böyük olarsa bucaqların kiçiyini tap. Qonşu bucaqların cəmi 180 dərəcədir. Biri x-dir, biri 4x-dir. Bunların cəmi olsun 180. 5x bərabərdir 180. X də bərabərdir 36. İndi bizdən nədir? Bu bucaqların kiçiyini tap, elə 36 dərəcə. Cavab B variantı. Düz bucaqlı, üç bucaqlı hipotenuza çəkilən medianla hipotenuzun cəmi 60 dərəcədir. Hipotenuzu tapın. 14-cü sualdır. Biz bilirik ki, düz bucaqlı, üç bucaqlı hipotenuza çəkilən median hipotenuzun yarı bölür və onun yarısına bərabərdir. Deməli, onda bura A qoysaq, bu median da A olacaq. İndi deyir, bu üçünün cəmi 60'dır. Yəni 3A bərabərdir 60'a, A da bərabərdir 20'yə. Bizdə hipotenuzu tap deyir. 20, burada 20. Onda hipotenuzumuz olacaq 40 cm. Cavab 40, C variantı. 14-cü sual, 14 elədik, 15'i. 15-ci sualda 15'də. Bərabər yanlı üç bucağın perimetri 32'dir. Bərabər yanlı üç bucaq deyir, yan tərəfləri bərabərdir, oturacağı bitişik bucaqları bərabərdir. Yan tərəfi 10 və 10'dur. İndi oturacağı tapsaq, oturacaq da A bərabərdir, tutaq ki. 32'də 20 çıx, 16. 12, üzr istəyirəm, 12. Deməli, oturacaq 12'dir. Bizə oturacağı çəkilmə hündürlüyü tapdı. Biz bilirik ki, bərabər yanlış bucaqda oturacağı çəkilən hündürlüyü həm mediandır, həm tənbüləndir. Median olduğu görə qarşı tərəfi yarı bölür. Bura onda olur ümumi 12'dirsə, yarı bölünür 6. 6'dırsa H da bərabərdir 8 olacaq da. Yəni kök altında 10'un kvadratı 100'dən çıxıram, 6'nın kvadratı 36'nı. Bu da kök altında 64 eləyəcək. 64'dən də kök 8 çıxacaq. Deməli, hündürlüyümüz oldu 8 cm. B variantı. 16-cı sualda AB 2 rəqəmli ədədi üçün AB bərabərdir 3A üstə gəlsin 4B. Və biz sol tərəfi buradan yaza bilərik. Təhlik 10'luq 10A üstə gəl B. Sonra bərabərdir. Sağ tərəf olduğu kimi qalır. 3A üstə gəl 4B.
İndi A'ları bir tərəfə keçirək, B'ləri bir tərəfə. 10A, bax 3'ü bura, 3A'nı keçirsək bura, 10A'dan 3A çıxsaq 7A bərabərdir. B'ni də keçirirəm sağa. 4B'dən B'ni çıxıram, eləyir 3B. Bizə nəyi soruşur? AB hasilini istəyir. Hə, burada olacaq A3, yəni A bərabərdir 3, B də bərabərdir 7. B də bərabərdir 7 olacaq. AB hasilini istəyir. 3 vurulsun 7 bərabərdir 21. Cavab D variantı. Sonra A çoxluğun elementləri 24-ün, B çoxluğun elementləri 36-ın bölənləridir. Diaqrama əsasən rəqəmlərin şişən elementlərini tapın. Hə, 17-ci sualda yazıram A çoxluğu bərabərdir. 24-ün bölənləri nələrdir? 1, 2, 3, 4, 24'ün bölənləri 6, 6, 8, 12, 24. Bu 24'ün bölənləri. B çoxluğunda isə 36'ın bölənləri 1, 2, 3, 4, 6, 9, 6, 9, 12, 12 başqa, hə, 18 və 36. İndi bizdə o rənglənmiş isə ortaq olanlardır, yəni kəsişmələr. Neçə dənəsi ortaqdır? Elementlərin sayını tap deyir. Bax, 1'lər, 1, 2'lər, 3'lər, 4'lər, 6'lar, 12 və salam. 1, 2, 3, 4, 5, 6 dənəsi. 6 dənəsi ortaqdır. Cavab C variantı. 3'də 2 hissəsi ilə 4'də 1 hissəsinin fərqi 60 olan ədəd tapın. Tutaq ki, bir ədəd götürək özümüzdən. Bir y, x nə istəsək? 18-ci sual. Bunun 3'də 2 hissəsi 3'də 2 y deməkdir. Çıxırsıq 4'də 1 y. O da bərabərdir 60'a. Bunlara ortaq məxrəc olar. 12, 3 ilə 4'də 12 olar. 12'də 8y minus 3y bərabərdir 60'a. Eləyəcək 5y bölünsün 12. Belə yazaq da 5y bərabərdə 12 vurulsun 60 yazıram birbaşa. Çünki onsuz da biz bunu belə çarpaz vurmalıyıq da. Deməli onda y də bərabərdir. 60 ilə 5 ixtisar gedəcək, qalacaq elə 12. 12-ni də 12-yə vursaq 144 eləyəcək. Cavab 144 B variantı. 19-cu sualda x kvadratı tənliyin köklərinin cəmini istəyir. X kvadratı minus 7x üstə gəl 5 bərabərdir 0. Tənliyin köklərinin cəmi Viye teoreminə əsasən B əks işarə ilə B bölünsün A-dır. Yəni x1 üstə gəl x2 bərabərdir. X-in əmsalı burada mənfi 7-dir, onda əksi müsbət 7 olacaq. Cavab D variantı. 640 ədədini 3 və ədədlərə düz mütənasib hissələrə böldükdə 20-ci sualda düz mütənasib deyirsə, yəni 3K üstə gəl 5K bərabərdə 640 deməkdir bu. 8K toplasaq K'lar bərabərdə 640. Bu niyə belə yazır görürsən? K da bərabərdir 80'ə. Bizə nə istəyir? Bu ədədləri tapın deyir. Deməli 3'ü vururam 80'ə bərabərdir 240 və 5'i vururam 80'ə bərabərdir 400 olacaq bu da. 240 və 400 cavabı cavab D variantında. D variantı. 21-ci suala keçsək 21. Deməli biz bunun hər tərəfini kök altda 10'a vuraq və kök altda 10'a bölək. Yazıram ki, kök altında 10'da, kök altda 40'ı kök altda 10'a vursam, eləyəcək kök altda 400. Sonra çıx, kök altında 6,4'ü 10'a vursam, eləyəcək kök altda 64. Və çıx, kök altda 0,4'ü 10'a vursam, kök altda 4 eləyəcək. Bərabərdir. Surətdə olacaq ki, 400'dən kök çıxır 20. Çıxılsın, 64'dən kök çıxır 8, 4'dən də kök çıxır 2. Bölünsün kök altında 10. Bərabərdir. Surət eləyir ki, çıxsaq 10 böl kök altında 10 qalacaq məxrəcdə. Və mən bunu irrasionaldan azad etsəm, 10 vurulsun kök altında 10 surətdə qalacaq. Məxrəcdə isə 10 qalacaq. Çünki kök altda 10'u kök altda 10'a vursaq 10 eləyəcək. Onlar ixtisar gedir burada. Qalır kök altında 10. Cavab B variantı. Sonra 21 yazdıq. 22-ci sualda qarşılıqlı bucaqların cəmi 154'dür. Neçənci sualda bu? 22-ci sualda. Qarşılıqlı bucaqlar bərabərdir. Bura x qoyuram. Tutaq x. Yəni 2x bərabərdir 154. Biz elə x-i tapsaq, eyni nisbətə bölünür də 154. X də bərabərdir 154'ü də 2'yə bölsə eləyəcək 77. Yəni 77 hissəyə bölünəcəkdir. Cavab olacaq C variantı. 23-cü sualda 23'də
12, 42 və 112 ədədlərinin ortaq olmayan sadə vurğularının cəmini tap. 42-nin sadə vurğularına ayıraq. Deməli, bölünür 2-yə. 21 və 3-ə bölünür. 7, 7, 1. Sonra 112 bölünür 22-yə. Daha doğrusu 2-yə bölünür. Eləyir 56 və 56 da 2-yə bölünsə 28. 2-yə bölünsə eləyəcək 14, 2-yə bölünsə 7, 7. İndi bizə deyir, ortaq olmayan sadə vurğuların cəmini tapın. Ortaq olmayan. 2 ortaqdır, burada bu 2-lər və 7 ortaqdır. Qaldı, burada ortaq olmayan 3 və burada da ortaq olmayan 3 dənə 2. Yəni 3 vur 2, 6. O da bərabərdir, bunların da cəmi olacaq 9. Cavab 9 eləyəcək burada. 24-cü sualda 150 ədədinin 60%-nin 30%. İndi bax 150-nin 60%-ni tapmalıyıq biz ilk öncə. Çünki 60%-nin 30%-ni deyir elə bizə. Bölək 100-ə bərabərdir. Burada 2 sıfırlar ixtisar gedəcək. 15-i 6-ya vursaq eləyəcək 90. Deməli 150-nin 60%-i 90-a bərabər. İndi 90-ın da 30%-ni tapmalıyıq. 90 vurulsun 30, bölünsün 100 eləyəcək. Burada da bunlar ixtisar gedəcək. Sıfırlar yəni qalacaq. 3 vur 9, yəni 27. İndi deyir bu 27 ədədi hansı ədədin 90%-nə bərabərdir? 90%. Yəni 27 hansı ədədin 90%? Tutaq ki, bir y. Y-in 90%-i bölünsün 100, yəni bu 27-yə bərabərdir. Bunu demək istəyir bizə. Burada da 100 ilə 90 ixtisar gedir 10-a. Məxrəcdə 10, surətdə 9. 9 ilə də 27 ixtisar gedəcək, qalacaq 3. Yəni y bərabərdir 3 vurulsun 10 olacaq 30. Burada da yəni 30 ədədinin 90%-ni tapsaq 27-yə bərabər. Cavab 30. 25-ci sualda ən sonuncu sual eləyir. Deyir ki, tənliyin köklərinin cəmi 3-ə bərabər. Deməli, tənliyimiz yazaq. K x kvadratı çıxılsın K mötərizədən K üstə gəl 4x-ə. Bu da plus 1 bərabərdir 0. Tənliyin köklərinin cəmi Viet teoreminə əsasən ikinci həddin birinci həddə nisbəti. Yəni K üstə gəl 4 bölünsün K bərabərdir 3 deməkdir. 3-ə bərabərdir bu yəni. Burada da çarpaz vursaq 3K bərabərdir K üstə gəl 4. Burada da eləyəcək 2K bərabərdir 4-ə. K da bərabərdir 2-yə. 2-ni tapdıq K-da. Bizə nəyi soruşur? Köklərin kvadratlarının cəmini tapın. Deməli, köklərinin cəmi 3-dür. Bu heç. Bax, yazıram. x1 üstə gəl x2 bərabərdir 3-ə. Köklərinin hasili nəyə bərabərdir? 1 bölünsün K-ya. Baxın bura. Yəni, x1 vur x2 bərabərdir 1 bölünsün 2-yə. K-mız da 2 idi. Axı, buradan 2 tapmışdıq. Köklərin kvadratları cəmi deyəndə, biz elə bu cəmi kvadrata yüksəltsək, ala bilərik. Baxın, bu hissəni kvadrata yüksəldirəm. x1 üstə gəl x2-nin mötərizə kvadratı bərabərdir 9-un bərabərdir 3-ün kvadratı. Deməli, x1-in kvadratı vurub açsaq müxtəsər vurma düsturuna əsasən üstə gəl 2x1 x2 və üstə gəl x2-nin kvadratı bərabərdir 9. İndi x1 x2 hasilini bizə verib 2-də 1. Gətirib burada yerinə qoysaq. x1-in kvadratı üstə gəl x2-nin kvadratı üstə gəl 2 vurulsun 2-də 1 bərabərdir 9-a. Burada 2-ni 2-də 1-ə vursaq o ixtisar gedəcək oradan. Bunlar ixtisar gedir. Qalır x1-in kvadratı üstə gəl x2-nin kvadratı bərabərdir. Bunun hasili 1 elədi və sağa keçib 9-dan da 1 çıxsaq eləyəcək 8. Burada da alınacaq. Bizdən elə köklərin kvadratları cəmini istəyir. Cavab 8 olacaq. Bu qədər dəyərli şagirdlər, kanalıma abunə olmağı, rəy yazmağı, dəstək olmağı unutmayın.